فإذا ركبوا في الفلك دعوا الله مخلصين له الدين. Gəmiyə minəndə xalis Allah'a çağırırlar. Duanı bir başa Allah'a aid. Ya Allah. Gəmidə daxı qorxur. Gəmidə olanda qorxur, ya Allah deyir. Elə ki quraqlığa çıxdılar, gəmidən düşür, Allah'a şərik qoşurlar. Neynirlər? Necə şərik qoşurlar? Başqasını çağırmaqla. Təkləşdirmişdi Allah'ı, düşəndə şərik. Düşəndə başqasını çağırırdı. İndi onların halı bu idi. Onlar neynirlər də sindikilər? Vallahi yaxı, ən pis halda İmam Hüseyin çağırırlar. Ən pis halda da Allah'ı çağırmırlar. Ona görə Şeyx Muhammed ibn Abdülvahhab rahimehullah deyir ki, o vaxt müşriklər deyir, bunlardan hardasa deyir, yüngül idi. Bunların halı daha pis, əşəddir deyir. Düzdür, səbəb də budur. Bunlar iki halda da müşrikdilər. Çağırmırlar Allah'ı. Onlar bir halda müşrik idilər, bir halda Allah'a dua edirdilər. Binassil Qur'an həmir, buna xəbər verib. Bu şəxs öz danışıqlarında böyük bir iddianı irəli sürdü. Bir milləti müşrik elan elədi. Amma sözlərində nə bir peyğəmbər hədisinə istinad elədi, nə səhabələrin sözlərinə istinad elədi, nə Quran sözünə istinad elədi. Yalnız Əbdülvahhab belə deyib, Əbdülvahhab müşrik adlandırıb. Mən Əbdülvahhabın sözlərini oxumaq istəyirəm öz kitablarından. Əbdülvahhabın nəslindən olan şəxslər ki, Ali Şeyx adlandırırlar onları, hal-hazırda onların nəslindən olan ruhaniyyətə deyirlər Ali Şeyx. Deyir, la yənbəği. Öz kitablarında yazırlar. La yənbəği li əhədin minən nas əl-udul ən təriqəti Ali Şeyx. Deyir, heç kəsə caiz deyil Ali Şeyxin Əbdülvahhabın yolundan ayrılmaq və onun yolunun əksini getmək. Və hər kim Ali Şeyxin Əbdülvahhabın yolundan dönərsə, sırat-ı müstəqimdən dönüb. Çünki deyir, fəinnahu sırat-ı müstəqim. Çünki o deyir, sırat-ı müstəqimdir. Və deyir ki, hər kim Əbdülvahhabın yoluna getməzsə, cəhənnəm əhlinin yoluna gedib. Fəqat sələkə təriqə əshabil cəhim. Cəhənnəm əhlinin yoluna gedib. Deməli, bunlar artıq Əbdülvahhabı özlərinə bir qibləgah seçdilər bu sözləri ilə. Və eyni zamanda da mən Əbdülvahhabın bir fikrinə işarə edəcəm. Əbdülvahhab öz kitablarının birində deyir ki, فَمَنْ لَمْ يَكْفِرِ الْمُشْرِكِينَ مِنْ دَوْلَةِ التُّرْكِيَّةِ وَعُبَّادِ الْقُبُورِ كَأَهْلِ الْمَكَّةِ وَغَيْرِهِمْ فَمَنْ عَبِدَ الصَّالِحِينَ وَعَدِلَ أَنْ تَوْحِدِ اللّٰهِ إِلَى الشِّرْكِ. Deyir, hər kim Türkiyədən olan müşrikləri və Məkkədən olan müşrikləri, qəbrə sitayiş edən müşrikləri təkfir etməzsə və kafir bilməzsə, müşrik bilməzsə, haqq yoldan dönüb və müşrik olub, kafir olub. Yəni, diqqət edirsiniz, bu adam nəinki şiələri, hətta sünniləri belə kafir bilir, müşrik bilir. Türkiyə ki, biz bilirik, sünnilər orada üstünlük təşkil edirlər və onlar da şiələr kimi təvəssül edirlər. Təvəssülü, şəfaəti icazəli bilirlər, caiz bilirlər. Səhih Buxaridə Ömərdən belə bir hədis nəql olunur. Ömərin zamanında quraqlıq dövrü baş verir və ümmətə quraqlıq üz gətirir və Ömər gəlir Abbasın yanına, Peyğəmbərin əmisi olan Abbasın yanına və təvəssül edir. Ömər deyir ki, Allahumma inna netavassalu ileykə binəbiyyinə fətusqinə. Deyir, Allahım, biz sənə Peyğəmbər vasitəsilə təvəssül edirdik və yağış istəyirdik və sən bizə yağış yağdırırdın. Və inna netavassalu ileykə bi'ammi nəbiyyinə fəsqinə. Deyir, Allahım, deyir, indi də Peyğəmbərin əmisi vasitəsilə sənə təvəssül edirik, bizə yağış göndər. Və hədisin sonunda da deyirlər ki, və yağış da yağır. Yəni, Ömər Muhammed ibn Abdülvahhabın sözünə əsasən, onun etiqadına əsasən, Ömər burada şirk edir, küfr edir və hər kim Öməri təkfir etməzsə, ona müşrik deməzsə, özü də müşrikdir və kafirdir. Çünki Əbdülvahhab özü təvəssülü haram bilir, şirk bilir və Allahla öz arasında vasitə tutmağı bidət bilir. Halbuki öz kitablarında Səhih Buxari, Səhih bildikləri Buxari kitabında Ömərin təvəssül etdiyini görürük. Və eyni zamanda bu şəxs ittiham edir şiələri, Azərbaycan xalqını, sünniləri şirkdə ittiham edir və deyir ki, Peyğəmbərin dövründə olan müşriklər bunlardan yaxşı idi. Çünki Allah Quranda o gəmi misalını çəkir, deyir, Allah Quranda deyir ki, o Peyğəmbərin zamanında olan müşriklər, qafillər gəmidə olan zaman, çətinliyə düşən zaman Allah'a çağırarlar, elə ki, Allah onlara nicat verər. Yenə də şirk qoşarlar. Əvvəldə bunu qeyd edim ki, Qur'an-ı Kərim qiyamətə qədər olan insanlar üçün nazil olub. Və bu ayədə də bu gəmi məsələsinə ki, Allah toxunur, burada insanların əslində fitrətinə işarə edir. İnsan fitrətinin pak olmasına işarə edir. Və bütün insanların, Adəmdən ta qiyamətə qədər olan bütün insanların fitrətlərinin tohidlə yorulduğuna və tohid əsasında yaradıldıqlarına işarə edir. Nəinki Peyğəmbərin dövründə olan müəyyən bir dəstəyə. Mən bir ayəni oxuyum, sözümü tamamlayacağam və bunların nə qədər savadsız və Qurandan uzaq düşmələrinə işarə etmək istəyirəm bu məsələ ilə. Allah Rum surəsi 30-cu ayədə buyurur ki, Əuzu billahi minəşşeytanirracim.
Və aqim vechhaka lid-din hanifa fitratallahi allati fatara-n-nasa alayha la tabdila li xalqillah. Allah buyurur ki, üzünü hənif olan dinə tərəf çevir və Allah insanları pak fitrət əsasında, tövhid fitrət əsasında yaradıb və bu xilqətdə dəyişkənlik görməzsən. Yəni Allah hər bir insanı pak yaradıb və tövhid əsasında yaradıb. Onlar ki müşrikdirlər, istər bizim zamanımızda olsunlar, istər peyğəmbərin zamanında olsunlar, istər Adəm peyğəmbərin zamanında olsunlar, bunların fitrəti pak olduğu üçün bunlar çətinə düşən zaman Allaha tərəf meyllənirlər. Yəni istər gəmidə olsunlar, istər gəmidən kənarda olsunlar, burada çətinliyə işarə edir ki, çətinliyə düşən zaman bunların fitrəti Allaha tərəf meyllənir. Elə ki, rahatlığa çatarlar, çətinliklərə həll olar, yenə də şirk qoşarlar. Dediyim kimi, bu ayə yanlış idi, bu isnad, bu müqayisə özü yanlış idi və səfsətə idi və elmi bir söz deyildi. Sadəcə olaraq qarşı tərəfi təkfir etmək üçün bilməyən insanları aldatmaqdan başqa bir şey deyildi. Və əziz Azərbaycan xalqından ricamız budur ki, öz övladlarını İslamdan uzaq düşmüş bu vahabilərdən qorusunlar və uzaq saxlasınlar.